İmam Əli əleyhissalam Siffeyn döyüşündən qayıdarkən Kufə darvazasının arxasında yerləşən qəbristanlığa çatdıqda üzünü ölülərə tutub buyurdu: Ey qorxulu evlərin, boş diyarların və qaranlıq qəbirlərin sakinləri! Ey torpaqda yatanlar, ey qürbətdə olanlar, ey yalqız qalanlar, ey vəhşət içində olanlar! Siz bizdən əvvəl getdiniz, biz də sizin arxanızca gəlib sizə qovuşacaq. Amma evlərinizdə başqaları məskunlaşdı. Qadınlarınız başqaları ilə evləndilər. Mallarınız başqaları arasında bölüşdürüldü. Bizdən olan xəbərlər bunlardır. Bəs sizdə nə xəbər var? Sonra o həzrət öz səhabələrinə üst tutub buyurdu: Bilin, əgər onlara danışmaq icazəsi verilsəydi, sizə xəbər verərdilər ki, ən yaxşı azuqə təqvadır.